Rəşad bəy, axşamınız xeyir olsun hər kəsin birinci. Bir sual verim. Göbəkli Təpədə yəni qədimə aid mumyalanmış insan cəsədlərinə rast gəlinibmi heç? Yox, yoxdur, yox. Kimin nə sual var? Bu Göbəkli Təpə üzrə, bu daş babalar üzrə kimin sual varsa sualını verə bilər Rəşad bəy. Bilirsiniz Hüseyin bəy, Rəşad bəyin dedikləri bir neçə dəfə özü də vurğuladı ki, onun belə deyək də özünün araşdırmalarıdır, özünün dediyi fərziyyələrdir. Yəni ona görə belə çox sual verə bilməyəcəm. Yəni yetərincə zaten öz fərziyyələri haqqında danışdı. Bir də Rəşad bəy, əlavə olaraq bu mövzu barəsində yenə də açıqlamanız varsa, yəni buyurun, biz sizi dinləməyə hazırıq. Mən xanımın sözünün üstünə deyirəm, sağ olsun. Yəni dediyim, yəni birbaşa xanımı ya irad bildirmək məlaxır deyil. Təbii ki, bu mənim dediyim fərziyyə deyil, nəzəriyyədir. Fərziyyə başqa şeydir. Fərziyyə bir səndən, yəni bir ideya olur. Deyirsən mən düşünürəm ki, falan falandır. Sonra onu əsaslandırıb müəyyən faktlar qoyursan, bu olur nəzəriyyə. Bəli. Ha, burada biz Türk dünyasını təmsil edən ən azından burada bilmirəm də neçədir, 10 nəfərdir, 20 nəfərdir. Mən öz boynuma düşən hadisələri danışıram və hər bir yoldaş özü-özünə düşünsün ki, Göbəkli Təpə haqqında nə qədər bilir, araşdırıb, daş babalar haqqında nə qədər bilir, araşdırıb, Novruz bayramı haqqında nə qədər bilir, araşdırıb, Çatalhöyük və digərləri hansılar ki danışdı. Şumerdən üzü günümüzdə bir çox hadisələr biri-birinin davamıdır. Və məsələ də budur ki, həyatda bizim bildiyimiz heç bir mətin, heç bir heykəl, heç bir daş səbəbsiz yaranmır. Bunların bir izahı var. Yəni bir türk daş baba düzəldəndə bir izah verməlidir. Bu fərziyyə deyil, əzizlərim. Mən deyirəm ki, bir daş nənə var, əlində su qabı tutur. Biz eynisini Şumer İnnannasında görürük. Həmin əlində su qabı tutan daş baba və daş nənələrin sayının hesabı yoxdur. Bu fərziyyə deyil ki. Mən həmin fakt ilə digər faktı yan-yana qoyuram və deyirəm ki, bunun üzərinə düşünün. Mən boynuma borcu olan missiyanı deyirəm. Bunun üzərinə düşünmək hər kəsin öz boynunun borcudur. İnanar, inanmaz məsələsi deyil. Bu din deyil ki, mənim dediyimə inanasan. Amma mən dediyim faktların üstünə götürüb yazırsan Türk daş babaları, əlində su qabı tutan daş babalar. Çətin deyil ki. Və görürsən ki, bunun neçə sayı var. Eynən deyirəm Səməni sözü. Səməni sözü gözümüzün qabağındadır. Yazın görün Səməni sözünün nə cür yaranması haqqında bir izah var, məntiqli izah var. Artıq göstərdim. Dilin kökəni necə yaranıbla bağlı bir kitab yazmışam. Dilçinin institutunda konferans vermişəm və dediyim heç bir sözü və ümumiyyətlə ilk dil necə yaranıb haqqında mənim dediklərimi inkar edə biləcək bir adam yox. Adam da yox. Yəni dilçisi də bu sahənin ixtisaslı olanı. Yəni Səməni sözü bu bütün dediyim hadisələrin üstünə qoyandan sonra artıq yenə deyirəm. Günümüzdə belə deyim də 150 min ildən üzü bu yönə Homo sapiens, yəni düşünən insanın var olduğunu düşünürük. Hami Samilərin, Hind-Avropanın və Türklərin əcdadı ən son biri-birindən ayrılan xalqdır. Yəni ona görə dil ortaqlığı, şəxs, rəqəm və laxır olduqca yaxındır. Əmin olun ki, heç bir arxeoloq gedib keçmişdəki həmin o 12 min il bundan əvvəlki adamı tapıb söhbət eləmir ki, sən bu çəkdiyin rəsmlərin mənası nədir? O da əlində olan digər faktları qarşıya qoyaraq bir fikir deyir ki, bu belə yaranıb. Kim də daha dəqiq, daha əsaslı formada bunu izah edə bilirsə, o məqbul hesab olunur. Yəni tarixçilikdə bütün məsələlər bu cürdür. Yəni mən sözü əvvəl də dedim, sizin sözünüzün üstə qoymam, ümumiyyətlə cavab vermə məcburiyyətindəyəm ki, yəni mənim bu dediyim faktları mən hamısını yan-yana qoyuram. Rəşad bəy, bilirsiniz biz əslində buna sevinməliyik. Biz burada çox sevinməliyik. Türk toplumu olaraq dəhşət sevinməliyik ki, bizim əlimizdə bu boyda xəzinə var, xəzinə var. Bunun qədrini bilmək lazımdır. Valla, yəni çox üzr istəyirəm. Ermənilər bizim hər şeyimizi oğurlayırlar. Böğrün başın bəzirlər, deyirlər ki, drevni, armiyanski, nə bilim nə. Bizim əlimizdə bu boyda faktlar ola-ola, yəni biz bunlardan maraqlanmırıq. Əslində maraqlanandan var, burası azdır da, yəni əslində maraqlanmalıyıq, tapmalıyıq, araşdırmalıyıq.